Sizcə bugün combol olmağımızda və ya da ki, köç olmağımızda qədim insan genlərinin rolu varmı? Var. Ümumiyyətlə Afrika kənarındakı, yəni Afrikadan çıxmış bütün insanların Neandertal geni var və Neandertallar da soyuq regionda təkamül elədiklərinə görə daha çox kökəlirlər, daha yağlı metabolizmaya sahiblər. Yəni ümumiyyətlə biologiyada belə bir qanun var, Bergman qanunu. Karl Bergmana görə soyuq regionda təkamül edən canlılar daha böyük olurlar. Məsələn, qütb ayısı qonur aydan daha yekədir və yaxud da ki, qütbdə yaşayan tülkülər digər tülkülərdən daha böyük olurlar və yaxud da ki, Sibir pələnginə baxın, digər pələnglərə baxın, daha böyük olur. Yəni soyuq regionda daha böyük əzələyə və yağa sahib olmalısan ki, soyuğa qarşı dirəniş göstərə biləsən. Nəticə etibarilə də bu soyuq regionda təkamül etmiş qədim insan qruplarından biri olan Neandertallar bizdən daha yağlıydırlar və biz də Afrikadan çıxarkən həyatda qalmaq üçün onların çoxalmaq məcburiyyətində idik və çoxaldıqdan sonra da istərsiniz o genlər bizə keçdi və sonra buz dövrü bitəndən sonra o genlər hələ də bizdə qaldığına görə müasir həyat tərzi ilə qarışaraq bizim daha çox obez olmamıza gətirib çıxartdı ki, bilirsiniz ki, bu gün dünyada ən çox yayılan xəstəlik obezitedir. Yəni obezlik, kök olmaq, combol olmaq çox böyük problemdir müasir dövrdə. İndi isə gəlirik ən əsas suala. Bəs Neandertallarla qarışmayan Afrikalılarda belə kökəlmə varmı? Göz önündədir zaten. Görürük ki, Afrikalılar bizdən daha az kökəlirlər. Yəni bu Sahara səhrası var ya, Şimali Afrikada. Ondan cənubda yaşayan bütün qaralar bizdən daha az kökəlir. Niyə? Çünki onlarda Neandertal geni azdır. İkincisi və ən əsas faktor, əslində gendən də daha ən əsas faktor budur. Kültür, mədəniyyət, yaşam tərzi. Bizim kökəlib arıqlamağımızdakı ən əsas faktor əslində mədəniyyətdir, gen deyil. Yəni biz onu dəyişə bilirik. Əgər həmişə bu genlər bizi kökəlsəydi, 19-cu əsrdə obezite xəstəliyi olardı, 15-ci əsrdə olardı və yaxud da ki, Neolit dövründə olardı. Amma müasir dövrdədir. Yəni genetika burada əslində təsir edici qüvvədir, böyük bir təsir edicidir. Amma əsas faktor deyil. Məsələn, Afrikalılara baxırıq, görürük ki, onlar da kökəlirlər. Şəhər ortamında yaşayır, bizim kimi şəhərdə yaşayır, iş ortamı daha az aktivdir, nəticə etibarilə o da kökəlir. Amma yenə deyirəm, bizim kökəlməyimiz onların kökəlməyə eyni tendensiyada getmir. Və yaxud da ki, baxırıq Avstraliya aborigenlərinə və yaxud da ki, Papua Yeni Qvineyalılara, Afrikalıların demək olar eyni həyat tərzi keçirsələr belə daha çox kökəlirlər. Bu belə göstərir ki, onlarda da Neandertal geni var, yəni Avstraliyalılarda və yaxud da ki, Yeni Qvineyalıların yerlilərində. Nəticə etibarilə daha yaxın olduqları Afrikalıların daha çox kökəlirlər. Bu qədər bəsit. Və vaxtında o kökəlməyə sahib olmasaydıq, bu gün də həyatda olmazdıq. Müasir dövrün gözəllik standartlarına heç uyğun olmadığına görə bu gün biz bu xüsusiyyətlərimizə görə utanırıq və qəzəblənirik. Təbii ki, yüksək kökəlmək hər dövr üçün problem idi. Tək gözəllik standartlarından qaynaqlanır. Amma ümumiyyətlə bir çox şey bizim əlimizdə deyil, təəssüf ki.